Salam, bax bu narqovurmalı balığı kim yesə, səndən bunun necə hazırlanmasını soruşacaq. Sən də fəxrlə deyərsən ki, öz üslubumda bişirmişəm, adımı verməsən də olar. Əsas odur ki, bu üsulla bişir, ağzın dada gəlsin, nənəm demişkən. Doğramış və təmizləmiş balıqları götürüb gəldim evə. Qəşəng duz istiot vurandan sonra qarışdırıram. Əridilmiş kərə yağında balığın hər iki üzündə qızardıram. İlk növbədə balığın gördüyünüz kimi dəri tərəfi qızarmalıdır. Qırmızı balaca soğanları da xırda-xırda doğrayıram. Yenidən əridilmiş kərə yağında asta temperaturda başlayıram qızartmağa. Biraz da duz vururam. O duzla asta temperaturda kərə yağında başlayır əriməyə. Narı da dənələyəndən sonra üzərinə əlavə edirəm. O da ikisi bir yerdə qəşəng asta temperaturda düşür yağa. Sonradan nar şirəsini də üzərinə əlavə edirəm və yerdə qalan ikinci stəkan nar şirəsinə də biraz nar şərab əlavə edib qarışdırıb balıqların üzərindən vururam və yarım saat dəmə qoyuram. Yarım saatdan sonra yeməyimiz hazırdır. Ətri qoxusu evi bürüyüb.